Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb-saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. İnsan bədənində hər orqan öz işini səssizcə görür. Amma bir gün bədənə yad bir qonaq, alkoqol daxil olur. Əvvəlcə hər şey sakit və zərərsiz görünür. Az sonra içəridə sükut pozulur. Aləm dəyir bir-birinə. Orqanlar danışmağa, mübahisə etməyə başlayır. Sözdələndə bu hadisəni təsvir edən allegorik hekayəni sənə danışıram. Hekayə fiziologiya və toksikologiya elminə əsaslanır və mənbə olaraq tibbi institutların və elmi jurnalların məlumatlarından istifadə olunub. Həftənin 5-ci gününün axşamı idi. Orxan həmişəki kimi işdən evə yorğun gəldi. Əynini dəyişmədən, yemək yemədən sakitcə kresloda oturdu. Bugün işdə yerinə yetirdiyi və yarımçıq qalan bir ton tapşırıqları, iştirak etdiyi bütün görüşləri ağlından keçirdi. Orxan çox yorulmuşdu. Hətta işdən əvvəl və sonra tıxacıda 2 saatdan çox itirdiyi vaxt onu əldən salmışdı. Birdən gözü keçən həftədən yarımçıq qalan alkoqol şüşəsinə sataşdı. Ayağa qalxıb bir qədəh doldurub gülümsədi və dedi: "Bir qurtum heç nə eləməz." Və həmin anda bədənin içində sükut pozuldu. Soyuq maye dilə toxunan kimi dedi: "Ay Allah, bu nədir belə? Yandırır, amma qəribə xoşluq da verir." Boğaz hıçqırdı. "Mənim divarlarımı yandırdı bir şey, su deyil bu." Bir neçə saniyə sonra mədə narahat olmağa başladı. O içəri gələn mayeni hiss edib qışqırdı: "Bu spirtdir, mən bunu tanıyıram. Axırıncı dəfə gələndə 3 gün özümə gələ bilməmişdim." Qaraciyər dərindən ah çəkdi. Gəlir deməli. Yaxşı, mən başlaya bilərəm. Bu zəhəri parçalamaq mənim işimdir. Amma unutmayın, mən hər dəfə bu işi görəndə biraz ölürəm. Böyrəklər bir-birinə baxdı. Yaxşı, biz də filtrasiyaya hazırlaşaq. Amma çox isə biz çatdıra bilməyəcəyik. Ürək dedi: "Mən döyünürəm, amma nəsə ritmin pozulacaq kimi gəlir. Spirt damarları genişləndirir." Beyin hələlik sakit idi. O öz kürsüsündə oturub müşahidə edirdi. "Hamınız sakit olun, mən nəzarətdəyəm. Sadəcə bir qədəhdir." Amma içəri ikinci qədəh də düşəndə məclis başladı. Mədə artıq qaynayırdı. "Mən bu yanmanı dayandıra bilmirəm, divarlarım ağrıyır." Qaraciyər təlaş içində dedi: "Mən onu parçalayacağam, amma burada çox toksin yaranacaq." Zəhər kimi olan alkoqol beynin sinir hüceyrələrinə toxundu. Siqnalların ritmini pozdu. Beyin bulanmağa başladı. Hər şey yavaşlayır, amma insan özünü yaxşı hiss edir. Maraqlıdır. Gözlər dedi: "Mən artıq aydın görmürəm, hər şey 2 dənə kimi görünür." Qulaqlar əlavə etdi: "Səslər də qəribə gəlir, sanki otaq fırlanır." Ürək təngi nəfəs alda döyündü. "Mənim işim çoxaldı. Damarlar genişlənib, amma mənə oksigen çatmır." Ağciyərlər dedi: "Nəfəs alırıq, amma bədən oksigeni qəbul etmir." "Spirt qanın tərkibini dəyişib." Əzəllər gülümsədi. "Mən rahatlamışam, sanki bədən ipək kimi yumşalıb." Beyin cavab verdi: "O rahatlıq deyil, iflicin başlanğıcıdır." Mədə titrəyə-titrəyə dedi: "Mən artıq dolmuşam, çox içdim, mən qaynayıram, qusacam." Qaraciyər boğulurdu. "Mən bu qədər toksini təmizləyə bilmirəm, mənim fermentlərim tükənir." Böyrəklər də kömək istəyirdi. "Qan turşulaşır, mən suyu bədəndən çəkirəm, amma artıq quraqlıq yaranır." Dəri narazı səslə dedi: "Mənə nə olub belə? Qızarıram, tər gəlir." Beyin artıq sərxoş səslə danışırdı. "Sakit olun, hər şey gözəldir. O gülür, musiqi çalır." Qaraciyər dedi: "O gülür, biz isə ölürük." Bir neçə dəqiqə sonra bədənin içində xaos başladı. Orqanlar bir-birinə bağırırdı. Aləm dəymişdi bir-birinə. Beyin çaşqınlıqla dedi: "Bəs bu rahatlıq niyə ağrıya çevrildi?" Qaraciyər cavab verdi: "Çünki spirt sənin aldadıcı dostundur. Əvvəlcə səni güldürür, sonra səssizcə hüceyrələrini öldürür." Beyin bir anlıq susdu. O artıq öz sinir hüceyrələrinin bir qisminin işıq kimi sönməyə başladığını hiss etdi. Mədə dedi: "Mən artıq dözə bilmirəm, mən bu zəhəri çıxarıram." Və Orxan birdən qusdu. Bütün orqanlar biraz nəfəs aldı. Sanki fırtına biraz səngidi.
Artıq Orxan yatmışdı. Gecə keçdi. Bədən yuxuda idi, amma orqanlar oyaq. Qaraciyər yorğun səslə dedi: "Mən bu gecə çox işlədim. Əgər bu tez-tez təkrarlansa, mən bir gün sıradan çıxacağam." Böyrəklər dilləndi. Mən də çox susuz qaldım. Sabah mütləq su istəyəcəm. Mədə, mənim divarlarım yandı. Sabah ağrı olacaq. Beyin dedi: "Mənim sinir əlaqələrim zədələndi. Səhər insanın başı ağrıyacaq, düşüncələri bulanacaq." Səhər açıldı. Orxan yuxudan ayıldı. Başı sanki bu dəqiqə partlayacaqdı. Dodaqları qurumuşdu, gözləri işığa dözə bilmirdi. O başını tutdu və pıçıldadı: "Bir daha içməyəcəm." Beyin asta səslə dedi: "Hər dəfə bu cümləni deyir, amma yaddaşımda 10 dəfə belə söz var." Qaraciyər gülümsədi. "Yenə də ümid edək. Mən hələ burdayam, amma hər dəfə biraz azalıram." Mədə dərin nəfəs aldı. "Mən də sağam, amma iz qoydu bu gecə." Ürək sakitcə döyündü. "Mən də yaşadıram onu hələ. Amma bu ritm, bu gərginlik çox uzun çəkməsin." Ağciyərlər dedi: "Təmiz hava istəyirəm." Və bədənin içində sükut yarandı. Amma bu dəfə o sükutda bir hikmət vardı. Beyin düşündü. Maraqlıdır. Xoşbəxtlik niyə ağrıdan gəlməlidir ki? Və o anda bədən sanki cavab verdi. Həqiqi rahatlıq alkoqollu içkidə deyil, içimizdəki sükutdadır. O gündən sonra bədən daha səssiz oldu. Orxan hər dəfə qədəhi görəndə içəridən qaraciyərin yorğun səsi eşidilirdi. "Mən hələ də burdayam, amma unuda bilmirəm." Və bir gün o qədəh toz bağladı. Bədən isə ilk dəfə həqiqi rahatlıq tapdı. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.